Ağdaş rayon icra hakimiyyətinin binasının qarşısında baş tutan festivalda Mərkəzi Aran İqtisadi Rayonun fermerləri, dövlət qurumlarının nümayəndələri, aqrar sahədə fəaliyyət göstərən şirkətlər və digər maraqlı tərəflər iştirak ediblər. Tədbir iştirakçıları dövlətin aqrar sahədəki dəstək mexanizmləri, subsidiya və güzəştli kredit imkanları barədə məlumatlandırılıb. Eyni zamanda müasir kənd təsərrüfatı texnologiyaları və innovativ həllərlə tanış olublar. Festivalın rəsmi açılış hissəsində çıxış edən Ağdaş rayon icra hakimiyyətinin başçısı Orxan Hüseynzadə aqrar sektorunun inkişafının regionu üçün strateji əhəmiyyət daşıdığını və belə festivalların fermerlərin maarifləndirilməsi, yeni texnologiyalarla tanış olması baxımından mühüm rol oynadığını vurğulayıb. Milli Məclisin deputatı Sahib Əliyev öz çıxışında ölkədə aqrar sahəyə göstərilən dövlət dəstəyindən bəhs edərək kənd təsərrüfatının innovativ yanaşmalar əsasında inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Digər çıxış edənlər isə fermerlərin maliyyə və kredit imkanlarına çıxışının genişləndirilməsi məsələsinə toxunaraq belə festivalların kənd təsərrüfatında sahibkarlığın inkişafı üçün yeni perspektivlər açdığını qeyd edib. Bundan başqa Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında qeyd edib ki, aqrar biznes festivalları yeni texnologiya və məhsulların nümayişi ilə bərabər həm də maarifləndirmə və təcrübə mübadiləsi platformasıdır. O bildirib ki, bu festivallar vasitəsilə fermerlər aqrar sahədə tətbiq edilən ən son innovasiyalarla tanış olmaqla yanaşı, məhsullarının bazara çıxarılması üçün də yeni imkanlar əldə edirlər. Rəsmi açılış tədbirində çıxış edən Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının baş məsləhətçisi Fərid Vəlizadə isə çıxışında sahibkarlar və fermerlər arasında birgə layihələrin təşviqi, müasir texnologiyaların təsərrüfatlara inteqrasiyası və aqrar məhsulların yerli və beynəlxalq bazarlara çıxış imkanlarının artırılması üçün belə festivalların mühüm platformalar rolunu oynadığını qeyd edib. Bundan sonra iştirakçılar festival ərazisində qurulan stendləri ziyarət ediblər. Festivalda iştirak edən dövlət qurumları fəaliyyət istiqamətlərinə uyğun öz xidmətlərini, aqrar sahədə ixtisaslaşmış şirkətləri isə kənd təsərrüfatı təyinatlı, texnika avadanlıqlar, müasir suvarma sistemləri, toxum və tinç çeşidləri, yeni nəsil gübrə və pestisidlər, iqlim dəyişikliyinə davamlı bitki sortları, eləcə də digər innovativ həlləri nümayiş etdirib. Bugün Ağdaşda bizim növbəti Aqrar Biznes Festivalı keçirilib. Bu festivalın keçirilməsində əsas məqsəd fermerlərimizlə təchizatçı şirkətlər arasında əlaqələrin qurulmasıdır. Və qeyd etmək istəyirəm ki, Aqrar Biznes Festivalı dövlət özəl tərəfdaşlığı platformasıdır. Burada yüzlərlə həm dövlət, həm özəl şirkətlər təmsil olunub və bugünkü tədbirdə 700-dən çox fermer iştirak etmişdir və ətraf 7-8 rayondan da burada fermerlər iştirak eləmişdir. Onu da qeyd etmək istəyirəm ki, bugünkü tədbir çərçivəsində həmçinin Mərkəzi Aran İqtisadi Rayon üzrə dövlət maliyyə dəstək mexanizmləri adı altında bir panel diskussiya təşkil olunmuşdur və burada həm banklar, bank olmayan kredit təşkilatları öz xidmətləri və məhsulları barədə fermerlərə məlumat vermişdir. Həmçinin Sahibkarlıq İnkişafı Fondu, Aqrar Kredit İnkişaf Agentliyi, Aqrar Sığorta Fondu və digər maliyyə qurum və təşkilatlar burada bizim fermerlərlə canlı ünsiyyətdə olmuşlar. Bizim fermerlərimiz bu tədbirdə iştirak edərək həm öz təsərrüfatında istifadə edə biləcəyi yeni texnika, avadanlıq, innovasiyalarla tanış ola bilirlər. Həmçinin şirkətlər burada onlara yerindəcə informasiya məsləhət xidməti verir. Bizim elmi tədqiqat institutları burada aqrar sahədə ən son hansı yeniliklər varsa onlarla bağlı məlumat verirlər və bizim fermerlərimiz bu kimi tədbirlərdə öz təsərrüfatında yetişdirdiyi, becərdiyi məhsulu da birbaşa olaraq satışını həyata keçirə bilirlər. Həmçinin burada fermerlərin maariflənməsinə də biz çox böyük diqqət ayırırıq. Həm fermerlərimizin maliyyə savadlığının artırılması, həmçinin də uğurlu təcrübələrin bölüşməsi istiqamətində də burada maarifləndirmə işləri həyata keçirilir. Festival çərçivəsində fermerlərin maliyyə və sığorta xidmətlərinə çıxış imkanlarını genişləndirmək məqsədilə kredit yarmarkası təşkil edilib. Yarmarkada bank və bank olmayan kredit təşkilatları, maliyyə və sığorta qurumları tərəfindən güzəştli kreditlər, aqrar sektoru üçün maliyyə dəstək mexanizmləri barədə məlumatlar təqdim edilib. Eyni zamanda fermerlərin maarifləndirilməsi istiqamətində tədbir çərçivəsində dövlətin maliyyə mexanizmləri mövzusunda panel müzakirə təşkil edilib. Panel müzakirə zamanı Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondu və ölkədə fəaliyyət göstərən aparıcı bank və bank olmayan kredit təşkilatlarının mütəxəssislərinin iştirakı ilə aqrar sektorunun inkişafına töhfə verən maliyyə alətləri, Mərkəzi Aran İqtisadi Rayonunda aqrar sahənin maliyyələşdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Sessiyalar çərçivəsində fermerlərin və sahibkarların fikirləri dinlənilib və sualları cavablandırılıb. Qeyd edək ki, Aqrar İnnovasiya Mərkəzi tərəfindən keçirilən aqrar biznes festivalları ölkənin bütün iqtisadi rayonlarında təşkil olunacaq və fermerlərə aqrar sahədə tətbiq edilən ən son texnologiya və yeniliklərdən yararlanmaq imkanı yaradacaq. Aqil Əsədov, Nilüfər Qəhrəmanova, Ağdaş.